Əziz dostlar, əziz şindilərlər, əziz ağsaqqallar, hər birinizi bir daha salamlayırıq. Allah canınızı sağ eləsin. Çox məhsuldar iclasımız keçdi. Bizim iclaslar həmişə yalnız və yalnız xalqımızın, şindilərimizin rifahı üçün, şindilərimizin əsas da kəndimizin rifahı üçün olur və bütün bizim fikrimiz, düşüncəmiz ona bağlıdır. Onunla yanaşı biz həmişə bizim ağsaqqallarda, ümumiyyətlə hörmətli insanları da heç vaxt unutmuruq. Bugün ağsaqqallardan biri bizim müəllimimiz olmuş, indi də elimizin ən dəyərli insanlardan biri və dəyərli şairi Ramiz Məmmədovun, həm də şimdi dağlı Ramiz Məmmədovun şairimizin 70 illik yubileyidir. Doğrudur, biraz bir-iki gün geçmişik, üzürlü saysın. Amma gec dostsa biz Səmimi Qəlbdən fondun adından Ramiz müəllimə fəxri fərman yazmışıq və arzu edirik ki, Ramiz müəllim yaradıcılıq uğurları daha da çox olsun. Amin. Elimizdə doğrudan da bax bu fondumuzun arxasında həmişə Ramiz müəllimimizin arxasında olur. İndən belə də orada biz Ramiz müəllimi bu süfrənin arxasında görə bilək. Ailəsinin başında çox gözəl işlər, 100 yaş, bu 70 yaş nədir ki? 70 yaşın arxasında da bir neçə rəqəmlər əlavə eləsin və 100 yaşını keçirək. Ramiz müəllim, sizi təbrik edirik. Şindilər Fondu Məmmədov Ramiz Əhmədoğlu, Şimdi Dağlı, Şindilər Orta Məktəbinin sabiq müəllimi və elimizin dəyərli şairin 70 illik yubileyi münasibəti ilə təltif olunur. Təbrik edirik. Allah canınızı sağ eləsin. Bu sizin üçün mənəvi dəyəri çox yüksəkdir və inanılır ki, bu sizə gələcəkdə də yeni yaradıcılıq uğurlar üçün, yeni addımlar üçün bir təkan olacaq. Sözünü de orada ben Ramiz müəllimin müəyyən səbəblərə görə bu fəxri fərmanı gecikdirdik. Çünki bizim fondun səbəbi deyildi. Ancaq bu günə qaldıq. Mən də ad günü münasibətilə onu təbrik elədim. Bu gün də səmimi qəlbdən onu təbrik edirəm. Can sağlığı arzulayıram deyincə. O uzun ömrü də Allah'ın verdiği ömürdür. Ben de birinden böyle bir 30 yıl ömür arzulayıram. Yaradıcılığına ben de deyirəm ki, Şindilər üçündür. O elimizin oğludur. Kendimizi seven, vətənpərvər bir şəxsdir. Yaradıcılığına da müvəffəqiyyətlər arzulayıram. Allah onu saxlasın. Amin. Fondumuzun bir fəal üzvü kimi həmişə də biz onun məsləhətinə qulaq asmışıq. Təqdirə layiq əməlləri var. Allah onu var eləsin. sağ ol. Selam müəllim, buyurun. Sağ olun, sağ olun. Ben Ramiz müəllim, təbrik edirəm. Ad günü mübarək. Bax, bu gördüyünüz o fəxri fərmanı mən təqdim eləməliydim. Ad günü olan günü. Allah qurban olun. Onda eləyə bilmədi, indi eləməkdə iştirak eləyə bildim. Bunun özü də bir xoşbəxtlikdir. Sağ ol, 100 yaşa yaradıcılığında da müvəffəqiyyətlər arzu edirəm. Ramiz müəllim, mən də öz tərəfimdən sizi səmimi qəlbdən təbrik edirəm. Uzun ömrü, can sağlığı. Həmişə hörmətli olursunuz, həmişə yol göstərəniniz olursunuz. Ömrünüzün axırına qədər də hörmətli olmağı, yol göstərən olmağı sizə arzu edirəm. Sağ olun, var olun. Sizi ürəkdən təbrik edirəm. Allah sizlərə uzun ömür, can sağlığı, həmişə belə fəal, gözəl, aktiv olmanızı, öz kəndimiz üçün belə bir dəyərli, gözəl sözləriniz üçün sağ olun deyirəm. Həmişə canınız sağ olsun ki, biz də sizin başlarınıza yığılaq, oturaq belə söhbət edib, sizlərin içində də bütün bu insanların hamısını təbrik eləmək bizlərə münasib olsun. Sağ olun. Buyurun, polkovnik. Ben de bütün təbriklərə qoşuluram. Ramiz müəllimə uzun ömrü, can sağlığı arzulayıram. Bütün Ramiz qardaşımızın bütün sözlər deyildi. Ramiz müəllim hər şey gözəldir, hər şey yerindədir. Nə yazır, yaradır, hamısı bizim kəndimiz üçün, elimiz üçün, gələcəyi üçün. Sağ olun, uzun ömrü. Bizim kəndçi olmasa da Ərləb müəllim kəndimizin top təəssübkeşlərindəndir.
Elə bunun yaranılmasında da onun da rolu böyükdür. Özü xüsusən sizi təbrik elədi. Onun adından da mən təbrik edirəm. Dedi ki, özü bir zarafat elədi. Dedi ki, Allah qoysa 80 yaşında gələcəm dedi, özüm təmadalıq eləyir. O İsrail Ad günün ərəfəsində biz bunu balaca qeyd elədik. Bizim yaxın dostumuz, ürəyimi istəyən oğlan, ağsaqqalımız Vəli Dordu idi. Mən o Vəli Dordu təbrik elədi. Simeyel də Seyran müəllimi təbrik edir. Mən indi burada yoxdur. Təkrar Vəlinin adıyla Ramiz müəllimi təbrik edir. Allah canını sağ olasın. Çünki Vəli Ramiz üçün, Seyran üçün yaxşı dostdur. Tamamilə doğru. Kendimizin etibarı olanlardan biridir. Onun adıyla mən də Ramiz sana deyirəm. Çox sağ ol, ad günün mübarək olsun, yüz yaş. sağ olun. Allah canınızı sağ olasın. Bəli, deyir, Ne yaxşı ki siz varsınız. Sizin var, bak bu yazdığınız, elə bilin ki mən nə tərbiyəm mənə. Bak o şairlərin iclasında da mən neçə dənə belə diplomlar almışam, neçə də təqdimat olub. Onların içində ən dəyərlisi mənim üçün bax bugünküdür. Deməli yaşamağa dəyərmiş. Deməli mən də yada düşərəmiş, çox sağ olun. Və bu 70 illiyimi mən asıl keçirmək istəyirdim, sonra səbəb oldu, onu sonra dayandırdım. Sağlıq olsun, bəlkə yaşayalım. Bəlkə 75'imiz zad edəcəm, bəlkə 80'imiz. O günlər bizi Allah qismət etsin. İnşallah. Önüme çatı elədik. Ha. Grupta bilmək olmaz. O günlər Allah mənə qismət eləsin. Mən bu kənd üçün, mən məsələn kəndin, elimin, obamın oğlanları üçün, ağsaqqalları üçünə görə də, oğlanlarına görə də, bütün elimin, obasının hamısına görə mən özümü fəxr edirəm ki, mən şimdiləriyəm. Siz onu bilin ki, şimdi dağı, bu saat Azərbaycanda heç elə rayon yoxdur ki, şimdi dağı bilməsinlər. Doğru, tamamilə doğru. Bax, indi mən özümdən demək üçün demirəm ki, bütün hər yer ücə bilirlər, bizim var. Bax, bu yaxınlarda qoymuşdur, bilmirəm, baxdınızmı? Şimdi zada toya gedir, tamada, hası ki, Rusiyada, Sverdlovda, Yekaterinburgda, hər böyük tamadalar aparır. O yolda gedəndə çəkiliş qoyur, çəkilişdə də gənə zada gedirik, dağlara gedirik, Borçalıya gedirik, Borçalının fəxri şairləri orada gəlir, mənim də adımı çəkilişdə, Saidəmin də. Şimdilik adı tanınır, bu Allah canınızı sayılasın. Nə yaxşı ki varsınız. Mən fəxr edirəm ki, mən şimdiləriyəm. O gün aşağı Məndən sən böyük aldı. Aşağı şeyde